Gəl danışa xoş gəlmisiniz. Bugün 4 qonağımla birlikdə baharın müjdəçisi olan, yeni başlanğıc, bolluq və birlik rəmzi olan Novruz haqqında danışacağıq. İlk qonağım Novruzun ən rəngarəng və zərif atributlarından birisi olan milli geyimlərin incəlikləri və əhəmiyyətindən danışacaq. Sponsorlarımızdan biri olan Gülşən Atelyenin təsisçisi Gülşən Qocayeva. Xoş gəlmisiniz Gülşən xanım. Xoş gördük. İlk olaraq mən geyimlərimizə görə sizə təşəkkür edirəm. Sıfırdan bu geyimlərimizi siz hazırlamısınız. Xoşdur, bizim üçün də maraqlı oldu. Gülşən xanım, bizim üçün hazırladığınız bu geyimləri sonradan necə dəyərləndirməyi düşünürsünüz? Atelyemizdə gündəlik geyimlərin xaricində bayram günləri üçün, ziyafət günləri üçün geyimlər hazırlanır və o geyimlərin kirayəsi də mövcuddur. Gülşən xanım, hazırladığınız bu geyimlər haqqında bəzi məlumat verərdiniz. Sizin geyiminiz Azərbaycanın milli kişi geyimi olan Qafqaz stilindən sayılır. Mənim geyimim isə Gürcüstanın milli qadın geyimi sayılır. Gülşən xanım, mənim əynimdəki milli geyim adət-ənənələrə uyğun olaraq qara rəngdə deyil. Yəqin ki, bunların üzərində biraz dəyişikliklər olunub, yəni müasir zamana uyğunlaşdırılıb. Sizin geyiminizdə böyük dəyişikliklər olunmayıb. Sadəcə cüzi, müasir toxunuşlar etmişik. Gülşən xanım, hansı bölgənin milli geyimləri sizə daha yaxın gəlir? Bugün sizin verilişinizdə özümlə bərabər 4 fərqli milli geyim görəcəksiniz və bu geyimlərin hər biri bir başqa bölgəni təmsil edir. Məsələn, sizin əyninizdə olan geyim Azərbaycanın milli kişi geyimlərindən olan Qafqaz stilini təmsil edir. Xəyalə xanımın əynindəki geyim Azərbaycanın milli geyimi, Sevinç xanımın əynindəki geyim isə Qazaxıstanın milli geyimlərindəndir və mənim əynimdə gördüyünüz geyim isə Gürcüstanın milli qadın geyimləridir. Milli geyimlərimizin dizaynında istifadə olunan əsas rənglər və naxışlar nə simvolizə edir? Azərbaycanın milli geyimlərində ən vacib elementlərdən birisi aksesuarlar və zərgərlik və aksesuarlardır. Misal üçün? Sizin əyninizdə olan, məsəl üçün, sizin əyninizdə olan kəmər, sinə detayları, mənim əynimdə olan kəmər, sinə detayları, işləmələr daha məncə çox elə ən təşkil edir. gözəllik qatan elə bu aksesuarlardır, geyimlərə. Bəs gündəlik həyatda, yəni biz bayramlar xaricində maraq nədir milli geyimlərə? Çox təəssüf ki, günümüzdə milli geyimlərin aktuallığı çox zəifdir. Sadəcə xınayaxtı mərasimlərində istifadə olunur və belə çəkilişlərdə falan istifadə olunur. Bugünkü dövrümüzdə görmək istədiyim mənzərələrdən birisi odur ki, məsəl üçün toylarımızda milli geyimlərdən istifadə edə bilərlər, bayram şənliklərində, hətta bayramlarda küçələrdə falan milli geyimlər geyinsə daha maraqlı olardı. Misal üçün biz əvvəllər çərşənbələrdə, bayram çərşənbələrdə biz əvvəl onu dedim. Bizim uşaqlığımızda kosa ilə keçəli ən azından tonqalın ətrafında görərdik. İndi kosa ilə keçəl heç görmək olmur. Həqiqətən də olmur. Yəni əvvəlki bayramlardan heç əsər əlamət qalmayıbdı. İndi biz də bugün bunu yaşadmaq istəyirik. Ən azı milli geyimlərdə Novruz ənənələrinə, adətlərindən birazdan Sevinç xanımla danışacağıq. Siz də geyimlərdən danışırıq. Təşəkkür edirəm məlumat üçün. İndi isə bizim bir oyunumuz var. Deməli biz sizə bir qutu verəcəyik. İçərisində Novruza aid şeirlər olacaq və normal şeirlər olacaq. Birisini seçirsiniz və səsləndirirsiniz. Zəhmət olmasa. Tamam. Sevinç xanıma əziyyət. Ya Allah. Ən sevdiyim şeirlərdən birisidir Nüsrət Kəsəməllinin. Getmək istəyirsən, bəhanəsiz get. Oyatma mürgülü xatirələri. Səsin həmin səsdir, baxışını gedirsən, səsin də yad olsun barı. Sən dəniz qoynuna tullanmış çiçək, üstünə dalğalar atılacaqdır. Saxta məhəbbətin, saxta sənət tək nə vaxtsa üstündə tutulacaqdır. Döşənləyib yollar tək ayaqlarına, sənə yalvarımmı mümkün deyil bu. Qoymaram qəlbim tək vüqarımsına, alçalıb yaşamaq ömür gün deyil. İndi ikinci oyunumuz olan Novruzun ənənəvi oyunlarından birisi olan yumurta döyüşdürmə oyunu oynayacağıq. Hansı rəng seçirsən? Yaşıl mənim. Pink. Təbii ki, pink. Sən vursan mən vururum. Mən. Sən Bir vursan. yoksan senden kullanacağım. Gəl, ucunu vururum. Sınavını ver 100 sayısa. Parmaklarına ayırın. Parmaklarının dışını da. Onu. Aga sen şimdi nasıl Evet, ben sınırır mısın? Ne diyecek ki sen bizim yatalarımız sınır hemşe. O parmaklar yukarıdan da göre sınır havalarımız. Bir çok. Sınır. Bir çok.
Vicokdur, vicok. Bu mənim uğurlu yumurtam. Gəlib Novruz bayramı, yandırmışıq biz şamı. Tonqallar alışıbdır, sevincimiz daşıbdır. Fərəhlənir uşaqlar, papaq atır qoçaqlar. Hər evdə aş dəmlənir, şənlik göyə ucalır. Göyərib səmənilər, payla dolub sinilər. Gəlib Novruz bayramı, sevinir, gülür hamı. Gülşən xanım, Novruz bayramınız mübarək olsun. Sizin də İzləyicilərimizi də bayramınız mübarək bayramını olsun. təbrik edə. Sizlə sağ olun. Hər birinizin bayramını təbrik edirəm. Üzümüzə gələn Novruz bayramı bərəkətli, sevincli, gözəl bayramlardan olsun inşallah. İkinci qonağım Novruz bayramının ən maraqlı və sirli tərəflərindən biri olan çərşənbələr və adət-ənənələrdən danışacaq. Təbib Sevinç Cəbrayılova. Xoş gəlmisən. Xoş gününüzə gələk. Novruz bayramı mübarək olsun. Sizinlə bahəm. Biz adət-ənənələrdən və çərşənbələrdən danışacağıq. Elə ilk adət olaraq bu bizə gətirdiyiniz maket barədə biraz danışaq. Gördüyünüz kimi maketdə Qazaxıstanın təmsilidir. Yəni ki, simvolizə etdiyi yurtadır, Yurta bu ağ. Aha, yurta deyirlər də ona. Evdir. Yəni yurta əvvəllər köçəri olan Qazaxların, Qırğızların, yəni türk millətlərinin evlərindən yığılıb açılan evlərindən biridir. Demək olar ki, onun içərisində 3-4 otaqlı belə ev kimi, yəni düzəltmək Domik olur. tipli, Bəli. Ev düzəltmək olur. Onun yuxarı hissəsində başına havalandırmaqdan ötürü istifadə olunur. Onların belə deyək də, üstlərindəki olan tirləri açılıb yığılanlardandır. Rahatlıqca açıb yığılır. Yəni özlərindən hara getsələr apara bilirlər. Qışda çox isti, yayda da çox sərin olur içərisi. Buna rəğmən qədimdən qalan adət-ənənələrini Qazaxlar heç vaxt itirməzlər. Hər bayramda, yəni martın 22-si hər bayram ərəfəsində bunu düzəldib göstərişə verirlər. Bəli, belə bir maketdir. Gördüyünüz kimi sizi bir balaca da olsa Qazaxstana apardım. Orada belə bir adət də var ki, yaşlı nəsillər ehsan paylayır. Ən çoxu da. Yəni ki, yeni gələn nəslə örnək olsun deyə. Başqa nə deyim? Sizin geyiminiz də Qazax milli geyimi. Bəli, bizim geyimimizdə Qazax stilidir. Çox sağ olsun Gülşən xanım, atelier mənim nazımla oynadı. Yəni belə bir gözəl bir Qazax nasional milli geyimini ərifəyə gətirib çıxartdı. Sağ olsun. Ərsəyə gətirib çıxartdı. Gözəl hazırlayıb təşəkkür edirik Gülşən xanıma. Təşəkkür edirəm. Həqiqətən də bugünkü geyimlər çox möhtəşəmdir. Çox Sıfırdan gözəldir. sırf özünün ideyasıdır. Yəni düzdür, Bəli, biraz milli geyimlərə baxaraq onlardan ilhamlanıb, amma yenə sıfırdan özü hazırlayıb. Belə deyək də, yeni bir ruh verib. Kasa da gətirmisən? Kasalar da gətirmişəm. Bu bizim doğğa içdiyimiz Çünki onlar, kasalar. bəli, biz doğğa içsək də onlar çay içirlər. Ha. Buna onların çay mədəniyyətindən gedir. Çünki kasaların yarım tökülür, axırına kimi eləmirlər çayı. Nəyə görə? Bu hörmətsizlik sayılır. Yarım tökürlər? Hə, çayı yarı tökürlər. Yarısı, kasanın yarısını tökürlər. Ki gələn qonaq onu içsin, bir də içsin. Yəni getməsin. Qonaq qalsın. Onlar çayın dəzgahlarını, yəni belə deyək də, şirniyyatları çox olur. Cürbəcür çaq-çaqlardır, ən əvvəldə. Çaq-çaq da gətirmisiniz. Yəni göstərək onu. Şirniyyatlardan nəsə qəşəng alınmayıb. Operatorumuza xahiş eləyirəm. Belə deyim, onlar həm də südlü çay çox sevirlər içməyi. Südlü çay çox sevirlər içmək. Belə deyirəm ki, Qazaxstanlılar çox qonaqpərvər bir millətdir. Ya əlində tut sən. Olub da. Bu həmin çaq-çaq dediyimiz budur, ha? Bəli. Bu Çaq-çaq nədir deyim ki? budur. Bu yumurta, Çərəzlər- un, yumurta? yəni ondan hazırlanır. Bəli, şeydə qızardılır, bol yağda qızardılır. Ondan sonra şərbət tökülüb yığılır. Mən buna bizim deyək də malako, yəni quşonkadan hazırlanmış, nə deyirlər ona, süddü, qatlaşdırılmış süd, süd, hə, ondan hazırlamışam. Yəni şərbətin özünü eləmədim. Nəyə oxşadı? Nə deyirlər ona? Hə, qarışqa yuvası. Düzdür. Qarışqa yuvası şirniyyatından sür, bir də çərəzlərə oxşatdım mən. çərəzlərə. Belə uzaqdan baxanda çərəzlər. noxuda da oxşayır. Hə, kasalardan Kasalardan. süd də. Hə, südlü çay içirlər. Yəni Südlü Qazaxların çay içirlər. adətləri budur. Südlü çay. Südlü çayı çox az adam yəni içir. Onlarda çaylardan başqa da Novruz bayramında atların yarışları olur. Çox gözəl at yarışları edirlər. At güləşləri, yəni atın üstündə güləş
Hə, atın üstünə. Atın üstünə güləşlər də var. Belə deyim də, Qazaxstanlılar Novruz bayramını çox gözəl və şən keçirirlər. İndi bəs Mahnılar bu qədim adətlərdən indi hazırda hansılar var. qalır? Hamısı qalıb. At güləşləri də olur. At güləşləri də qalıbdı. Bəli. Onlarda mahnılarda çox, yəni ki, oxuyanlar olur, dambra deyirlər onlarda. Rəqs, milli rəqslər. İki simdən ibarət olan bizim saz kimi Tara bir bənzər. şey, hə, saz kimi. Dampur, aha. Dampura bənzəyir Onlar mi? dambra deyirlər, bəli, dampura bənzəyir. Avarların aha. Bu da yəni bəyin əlində var. Ha. Əlində o tərəfdən Bildim, axa gördüm. görünür. Yəni hər bir ailədə, demək olar ki, hər bir ailədə bir nəfər də olsa dambradan ifa edir. Bizdə necə sazı? İndilərdə saz azalıbdı, çox təəssüf ki. O vaxtı O vaxtları çox hər idi. evdə olurdu. Hər evdə var idi. Bizim dövrümüzdə belə mən uşaqlığımda xatırlayıram, hara gedirdik biz? Məsələn, Nərəngidə bizim evdə Bəli. pianino olurdu məsəl üçün. Bəli, saz olardı, piano olardı. Divardan asılırdı, saz olurdu, Bəli, bəli. musiqi alətləri çox olurdu. Mütləq idi. Tək İndi nəsə olurdu, azalıbdı. misal üçün. Çox İndi təəssüf. Musiqi alətləri demək olar ki, yoxdur. Çox təəssüf, hə, azalıbdı. Gitaraya daha çox üstünlük verir indiki gənclər. Gitara üstünlük versə də evdə Hə. olmur, yəni musiqi alətləri heç olmur. Mən öz oğlumdan götürürəm çünki bilirəm də, yəni sizdə gitara ifa olunur. çox istifadə edirəm. Mən məsəl üçün qarmona vermişdim oğlumu, qarmon istəmədi. Yəni ki, qarmon ifasına görə getmədi. Sonradan elə bir ki, sağ olsun Rauf Şabanoviç, yəni o yönləndirdi, gitaranı öyrətdi. Belə Qazaxstanda nə deyə bilərəm? Sonra Qazaxstan bitirək. Qurtardıq. İndi qayıdaq ölkəmizin adətlərinə. Ölkəmizin də çox gözəl adətləri və Aha. çərşənbələri var. Bu 4 həftə əvvəlcədən bildiyimiz kimi ilaxır çərşənbələr qeyd olunur. 4 böyük çərşənbə var da bildiyimiz kimi. Oddur, sudur, yerli və sonuncusu da torpaqdır. Bəli. Bunların mənalarından bəz bəhs eləyəkmi? Onlar qısa konkret deyə bilərəm sizə. Birinci çərşənbəmiz su çərşənbəsidir. Bildiyimiz kimi su çərşənbəsi, yəni suyun özü təmizlik rəmzidir. Rifahlıq rəmzidir. İkinci çərşənbəmiz od çərşənbəsidir. Bildiyimiz kimi od enerji verir. Həmin çərşənbə günü də tonqallar qalanır və tonqalların üstündən yəni gənclərimiz bəli tullanırlar, hoppanırlar. Biz indi düzdür tullanmasaq da gəncliyimizdə tonqala görə 2-3 gündən. İndi də gəncsiniz. Niyə tullanmırsınız ki? İndi yəni ki qalanmır axı tonqallar qalanmır. O vaxt hər küçədə tonqal var idi. Əlbəttə uşaqlar yığılardı, biz xüsusi hazırlaşırdıq, yığılırdı. Onlar keçirirdik. Kimin odu daha güclüdürsə, həmin ili həmin ili içinə düşənlər də olurdu, düzdür? Ruzili bərəkətli olur mənasında gedirdi. Yəni inanclarımız bu idi, düzdür. O ağırlığım, uğurluğum. Od sənədir, necə deyirlər? Odda yansın. Hə. Mən də unutmuşam sözünü açığı. Sonra yer çərşənbəsi. Üçüncü çərşənbə yer çərşənbəsidir. Yerin, yəni küləyin hansı tərəfdən əsməsini fikir verirdilər yaşlılarımız. Deyirdilər, əgər dəqiq də bilmirəm sözünü açığı, məğribdən yoxsa məşriqdən deyirdi rəhmətli nənəm. Əsərsə külək qış çətin keçəcək. Yəni hansı külək hansı tərəfdən əsəsidirsə, o qışın necə olmasından və belə deyim də sizə torpaqlarımızın necə oyanmasından, bolluq bərəkətlik olacaq, olmayacaq ondan bilirdilər. Elə bir inanclar idi. Torpaq çərşənbəsi məhsuldarlıq anlamı daşıyır. Yəni məhsullarımızın bol və bərəkətli olması torpağın nəmli olub olmamağından bilinirdi. Yəni sonuncu çərşənbəmizdir. Bu da həmçinin səməni cücərtmə. Səməni cücərtmə, bəli. Bildiyimiz kimi bir belə deyək də, səməni cücərtməmiz bizim simvolumuzdan biridir. Deməli, Novruzda bir çox adətlərimiz var da bizim. Ən maraqlılarından birisi də o niyyət tutub qapı pusmadır. Bəli. Yəqin ki etmisiniz. Etmişik, uşaqlar çox etmişik. Bu Novruzda etmisinizmi? Yazıb deyirsən. Yazmışam hamısını. Yox, bu Novruzda etməmişəm. Onlar qaldı uşaqlıq dövrümüzdə. Yəni ki, belə deyək də, qapıları busardıq. Qapılara bir papaq atma, torba atma o vaxtlarda. Niyyətimizi deyib qapı busardıq. Əgər yaxşı danışıqlar var idisə, belə bir inanc vardı ki, yəni yerinə yetəsidir. Hə, yox pisdirsə, üzü sulu evimizə gələrdik o mana. Mənim adətlərdən birisi də dünən müzakirə etdik. Hansı adətlər var deyə müzakirə edirdik. Bir mənə yaxın olan insanlardan birisi dedi ki, Novruzda üzük adəti var idi.
Var idi. Yəqin ki, bilirsiniz Hə. üzük adəti necə. Biraz bundan danışaq istəyirsiniz. Üzük Ya, falı bəlkə belə. gənclərimiz eləmək istəyirlər üzük falı. Üzük falı deyəndə hər xanım, hər qız başından bir tel çıxardır. Kimsə hər hansı bir nişanlının üzüyünü götürür, suyun içinə salıb 3 dəfə çıxardır. Çıxartdıqdan sonra və gözləyir. Bu üzük neçə dəfə dəyərsə stəkana, o yaşda ərə gedəcək. Eləsinin var 23, eləsinin var 30. Həqiqətən də alınıb eləmişəm. Məndə 23 olub 23-də də ərə getmişəm. Nişan üzüyü olmalıdır mütləq. Nişan üzüyü yoxdur. Nişanlanırsansa Yox, nişan üzüyündən götürülür. Kiminsə nişan üzüyündən. Kiminsə nişan üzüyündən. Bəli, kiminsə nişan üzüyündən. Bəli. Oğlanlara eləmək olmaz çünki saçları qısadır. Başqa bu cür adətlərdən hansılar var? Var. Su çərşənbəsində də elə həmçinin duzlu kökə yeyərdik. Ən sevdiyim adətlərdən birisidir. Duzlu kökə yeyərdik və heç kəslə danışmadan yatırdıq. Niyyətimizdə. Yuxuda gördüyümüz kim vardısa, yəni ki, o insanı yadda saxlayırıq. Yox. Susuz uyursuda, hə də. Kökəni yeyirik, duzlu kökə olur da. Bəli. Onu yeyirik, yatırıq. Gecə kim su gətirirsə Bəli, kim sənə su verərsə, o da sənin, yəni yarın olacaq, adaxlın olacaq, yəni ki. Əslində bu biraz şüur altına gedib çıxan məsələdir. Çünki kimin sənə su verməyini istəyirsənsə, adədən o gətirib su verir. Amma söz yox. Çərşənbə, su çərşənbəsində olur. Gecikmisən? Yer çərşənbəsində isə, yer çərşənbəsində isə biz qızlar yığılardıq və qapının elə bir ki, arxada qalır qapı, üzü evə tərəf, ayaqqabının hər hansı bir ləpiyi atardıq arxaya. Əgər onun ucu düz o tərəfə düşərdisə, bunu evlənəsi qızlar eləyir, 15-16 yaşındakılar yox. Üzü qapı tərəfə düşərsə, həmən ili elçilər gələcək. Yəni həmən ili ərə getmək vaxtının gəlib çatıb deməkdir. Namizəddir, bəli, hazır olmalıdır. Çox gözəl məlumatlar verdiniz Sevinç xanım, həmişə kimi. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. İndi keçə bir oyunumuz var idi bizim, şeir demə oyunu. Zəhmət olmasa bir dənə rejidən. Lələ bəy. Aha, Zəlimxan Yaqub. Çöldə çiçək oldum, çəməndə naxış. Şimşəkdə od oldum, buludda yağış. Sirli bir göz gördüm, nurlu bir baxış. Çevrildim çeşməyə, qarışdım çaya. Səni sevmək üçün gəldim dünyaya. Çox gözəldir. Mən 1000 il əvvəl də gələ bilərdim. 1000 ildən sonra da ölə bilərdim. Zamanı başqa cür hesablayardım. Vaxtı başqa cürə bölə bilərdim. Düşüb sən doğulan həftəyə, aya, səni sevmək üçün gəldim dünyaya. Səsini eşitdim, səsdən səs aldım. Şaqraq gülüşündən güc, həvəs aldım. Sən nəfəsim oldun, mən nəfəs aldım. Muştuluq verdilər günəşə, aya, səni sevmək üçün gəldim dünyaya. Çox gözəldir. Gözəl şeydir. Sən də həqiqətən gözəldir. Sevinç xanım, gəldiyiniz üçün təşəkkür edirəm. Təşəkkür edirəm. Novruz bayramınız mübarək olsun. Çox sağ olun. İzləyicilərimizi bir bayramını da təbrik et. Novruz bayramınız mübarək olsun, əzizlərim. Düşərliklərdən olsun. Hər gününüz xoş keçsin. Təkcə bayram günlərini yox. Novruz mərkəminiz qutlu olsun. Novruz süfrəsinin ayrılmaz hissəsi olan xonça, şirniyyatlar və bayram yeməkləri. Bu haqqda növbəti qonağımız həm də sponsorumuz olan Mətanət Əhmədova danışacaq. Xoş gəlmisiniz Mətanət xanım. Mətanət xanım həmişə kimi doğru gəldiniz. Çox sağ olun. Təşəkkür edirik Mətanət xanım bu gözəl tort üçün. Mən tort deyən deyirəm, amma kamera arxası dostlarımızdan paylaşarım. Ağzınız şirin olsun. Novruz bayramınız mübarək olsun. Çox sağ olun sizin də, sizlə bahəm. Deməli biz bugün sizlə həmçinin də Novruz bayramının ayrılmaz hissəsi olan xonçadan danışacağıq. Bu xonçanın içinə biz indi görürük burada cürbəcür nemətlər düzülüb. Bunların mənası nədir? Niyə bu nemətlər düzülür? Biz ondan bəhs edərik. Xonça Azərbaycanın əsasən milli qədimi adətlərindən biridir. Toylarda, nişanlarda,
şənliklərdə və Novruz bayramlarında bəzədilir və süfrələrə verilir. Xüsusilə Novruz bayramında onu fərqli eləyən içinə qoyulan 7 fərqli təamdır. Bunlar şirniyyat olaraq paxlava, badambura, şəkərbura, sonra qoz, fındıq, yumurta, boyadılmış yumurta və s. qoyulur. Xonçaya 7 çeşid nemətin yığılması onun uğur gətirəcəyinə, xoşbəxtlik gətirəcəyinə və bolluq, bərəkət gətirəcəyinə işarədir. Biz bundan əvvəlki qonaqlarımızdan birisi ilə Aynur xanımla, numeroloq Aynur xanımla da danışmışdıq 7 rəqəminin uğurlu olmasından. Yəqin ki, bu da səbəblərdən birisidir. 7 rəqəmi uğur və kamillik rəmzi sayılır. Bax, burada indi xonçanın içərisində görürük. Şirniyyatları bildik də, yəni bu bolluq, bərəkət, ruzi deməkdir. Bu yumurtanın rənglənməsinin bir mənası, bir səbəbi varmı? Novruzda yumurtanın boyanması qədimdən gələn bir adətdir və müxtəlif mənalar daşıyır. Bu rənglərin mənası varmı? Yaşıl rəng təbiətin oyanması, sarı rəng od, günəş, qırmızı rəng bədnəzərdən və pis qüvvələrdən qorunmaq. Mətənət xanım, mən görürəm ki, əynimizdə kəlağayı var. Bu da bizim qədim adətlərimizdəndir. Bir məlumat verin görək bunun mənası nədir? Kəlağayı qədim dövrümüzdən günümüzə qədər gəlib çatmış milli geyimimizdir və bu gün də hal-hazırda da istifadə olunur. Əvvəllər kəlağayını baş örtüsü kimi istifadə olunurdular. Bu insanları hava şəraitinə görə elə bir küləkdən, günəş şüalarından qoruyurdu. Bunun materialı nədən olur? İpək. Azərbaycan xüsusilə Şəki kəlağayı istehsalının mərkəzlərindən biridir. İndi biz sizinlə yumurta döyüşdürəcəyik. İstəyirəm ki, yumurta döyüşdürməyin mənasını biraz öyrənək. Yumurta döyüşdürmək Novruzun əyləncəli tərəflərini üzə çıxarır. Tonqaldan atlanmaq kimi. Tonqaldan atlanmaq kimi. Tonqaldan atlanmaq, papaq atmaq. İndi gəlin bu adət-ənənəni yaşatmaq adına Görək biz də bir yumurta döyüşdürək. Sizdən əvvəlki qonağım, elə sizin bacınız Gülşah xanım mənə məğlub oldu. Görək indi bizim aramızdakı döyüş necə olacaq. Sarını nəzərə alın. Görsən ki, yaramaz şimdi. Ay səni yaramaz. Uduzam, udana bu verir yumurta. Niyə? Yemək üçün? Vermirəm. Canım yumurta. Bu büyün çox döyüşdü. Ona görə qabığını zədələdilər bunu. Bu dözümlü yumurtaydı bu. Sizin, mən onu uşaqlıqdan bilirəm. Siz barmaqlarınızı belə tutursunuz, onlar vuranda kənara vurur və barmağınıza dəyir. Ona görə sınır. Amma mən düz ortasına vurdum və sizin yumurtanızsın. Halal. Bundan sonra bu yumurta ilə dəyişəcək. Bir dənə qonağımız qalıb, oynandı. Təbrik edirəm sizi. İndi növbəti bir oyunumuz var idi bizim. Gülşah xanımla da oynadıq, sizinlə də oynayaq. Şeir demə yarışı. Görək sizə hansı şeir düşəcək? Maraqlıdır. Bizim üçün darıxmışam. Şeir yazsam gələrsənmi? Sənə elə möhtacam ki bu aralar. Duysan, görsən, dönərsənmi? Elə yorub həyat məni. Bilirsən ki ağlamaqdan utananam. Utanmaqdan keçib daha hönkür-hönkür ağlayıram. Göz yaşımı silərsənmi? Hamı məndən üz çevirib. Doğmalarım düşmən olub. Qəlb sirdaşım, ürək dostum. Bilsən necə təklənmişəm. Gəlib mənə ürək-dirək verərsənmi? Təşəkkür edirəm. İzləyicilərimizi də bir dənə bayramı təbrik elə. Sağ olasın. Mən də hər kəsin bayramını təbrik edirəm. Hər kəsə Allahdan can sağlığı arzulayıram. Novruz bayramının xüsusi əşyalarından və rəmzlərindən danışmağa davam edirik. Sonuncu qonağımla birlikdə süfrəmizin bəzəyi olan səmən haqqında danışacağıq. Qonağım isə 11 Peşə Hazırlıq kursunun direktoru Xəyalə Hacıyeva. Xoş gəlmisiniz. Xoş gördük Əhməd. Niyə səməni süfrəmizin bəzəyi hesab edilir? Mart ayının gəlişi ilə, çərşənbələrin başlaması ilə evlərdə buğda cücərdirilir, səməni hazırlanır. Səmənlər bayramlarda süfrələrə qoyulur. Novruzun gəlişini, təbiətin oyanmasını, ruzi, bərəkətin, bolluğun, yeni ilin gəlişinin rəmzidir.
Səmənidən bildiyimiz kimi bəzi bölgələrimiz halva da hazırlayırlar. Bəli, Siz hazırlanır. Siz buna daha yaxın tanışsınız da. Əhməd, mən hələ uşaqkən yadımdadır ki, biz əslən Naxçıvan bölgəsindənik. Nənəm səməni hazırlayardı və o səmənlərdən səməni halvası hazırlayardı hətta. Mən Zaqatala bölgəsində bunu hələ görməmişəm. Yəni ola bilər Naxçıvanlılar, Naxçıvanda yaşayanlar bunu eləsinlər. Naxçıvanlı olub Zaqatalada yerləşənlər eləsinlər. Amma biz uşaq vaxtında nənəm bu səmənləri çox hazırlayardı və onlardan səməni halvası hazırlayardı. Xəyalə xanım, digər qonaqlarımla oynadım. Bizim belə bir oyunumuz var idi. Bu qutuda şeirlər yazmışıq. Yarısı Novruza aid şeirlərdir, yarısı da digər yazıçıların şeirləridir, şairlərin şeirləridir. Buradan birisini seçirsiniz və şeiri səsləndirirsiniz. Buyurun, siz də indi birini seçin. Nüsrət Kəsəməlli. Dəli bir şimşək ol, gözlərimdə çax. Kədərini unut, sevincindən bax. Məndən istədiyin diləyə bir bax. Mən sənə sevməyi necə öyrədim? Könlümün üşüdən külək deyilsən. Mənə mənim qədər uzaq deyilsən. Sən körpə deyilsən, uşaq deyilsən. Mən sənə sevməyi necə öyrədim? Sınıq təbəssümün gülüş deyil ki. Bu görüş mən deyən görüş deyil ki. Məhəbbət bir sığal, öpüş deyil ki. Mən sənə sevməyi necə öyrədim? Dinmirsən sevginin dilindən tutum. Saçını oxşayım, belindən tutum. Yazı yazmırsan ki, əlindən tutum. Mən sənə sevməyi necə öyrədim? Novruzun gözəl bir adətlərindən birisi də var. Yumurta döyüşdürmə oyunu. Səninlə bir oynayaq görək kim qalib gələcək. Hansı rəngi seçirsən? Qırmızı. Məndə yaşıl təbii ki. Mənim bayaq utduğum. Əlimə verməyərsən yumurtanı döyüşəsiq, onsuz da yola getmirik son zamanlarda. Mən bunu sən vursan. Sən. Xəyalə xanım, Novruz bayramınızı təbrik edirəm. Gəlin ayaqlarınız var olsun. Bir izləyicilərimizi də təbrik edeyim. Mən də təbrik edirəm sənin bayramını. Təşəkkür edirəm dəvətin üçün. Sonda mən də Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bol bərəkətli, ruzili illərdən olsun.